Əgər baş ağrınız, yorğunluğunuz, həzm pozğunluğunuz, aybaşıda dəyişiklikləriniz və yaxud yuxusuzluğunuz varsa, bunlar sadəcə simptom deyil. Heç orqanizminizi dinləmisinizmi? Bədən əslində sizdən bir mesaj alır. Simptomları susturmur, sadəcə onları anlamağa çalışırıq. Bədən heç vaxt sizə qarşı çıxmır. O sadəcə sizinlə danışmağa çalışır. Əgər baş ağrınız, yorğunluğunuz, həzm pozğunluğunuz, aybaşıda dəyişiklikləriniz və yaxud yuxusuzluğunuz varsa, bunlar sadəcə simptom deyil. Bunlar orqanizmin sizi ötürmək istədiyi bir mesajıdır. Endokrin sistem bu mesajları hormon dili ilə göndərir. Yəni kortizol səviyyələri, insulin, tiroid hormonları, estrogen səviyyələri dəyişərək sizin həyatınızda bir əlamət göndərir. Həyat tərzinizə bir cavab verir və elmi araşdırmalar deyir ki, hər simptomun arxasında uyğunlaşma cəhdi yaranır. Yəni bədən mən balansdan çıxdım siqnal verir. Simptomu dərhal susturmaq əvəzinə dayanın, dinləyin və səbəb araşdırın. Yuxu, stress, qidalanma, emosional gərginlik nə varsa aradan qaldırmağa çalışın. Çünki simptomu susturmaq bədəni səssizləşdirir, amma probleminizi daha da dərinləşdirir. Elmi araşdırmalar göstərir ki, bədən sizdən kömək istəmir. Sadəcə sizinlə yenidən əlaqədə olmağa, birlikdə işləməyə və sizə kömək etməyə cəhd edir. Özünüzdən müğayət olun, orqanizminizi dinləyin və mesajlarına zamanında cavab verin. Sağ olun.